Günahın bağışlanmağı məsələsi, bəli, bəzən insanda o qədər görsən Allahla razı niyaz edir. Möminlərdə bu hal olar. Dualarımızda və hədislərdə də işarə olunubdur. İnsan özündə o bağışlanmağı hiss eləyər. Amma insan daim özünü o günahkar bilməlidir. İnsan daim, hətta Allah dostları, övliyalar yəqini var ha, məsələn Allah bunları bağışlayıbdır. Amma daim Allahın huzurunda özlərini elə izhar edirlər ki, daim hətta günah olmasa da belə günahkar kimi. Bəli, o mənəvi hala necə? O xəlvətdə bəzi məsələn istiğfar olan zikirlər, məxsusən məsələn zikri Yunusiyyə, la ilahə illə ənt, subhanəkə inni kuntu minəz zalimin. Bu zikri məsələn səhər vaxtı demək, sübhdən qabaq demək, çox demək, bəli, ağlamaqla. Həqiqətən də insan yəni hər bir şey, hər bir bu özü çox böyük kamal bir sifətdir ki, hər vaxt insan bu mərhələyə çatsa ki, həqiqətən də bütün eyib və nöqsanı özündən görə insanda o hiss, o idrak yaranar. Allahın orada məğfirəti onun halına şamil olur. Bunu ayələrdən və hədislərdən, dualardan istifadə eləmək olar. Həzrəti Yunus əleyhissalam la ilahə illə ənt, səndən başqa ilah yoxdur. Subhanəkə, sən hər bir eyib və nöqsandan paksın. Diqqət edirsiniz. Bu bir dənə dərsdir, bir dənə nümunədir. Allah Taala bunu buyurur və özü ayənin axırında da buyurur da, biz hər kəs bunu bu cür desə, bütün möminləri bu cürünə nicat verərik, diqqət edirsiniz. Buyurur ki, Subhanəkə inni kuntu minəz zalimin. Allah Taala onu balığın qarnına atıb ha. Yəni bir zərrə Allahda məsələn etiraz eləmir ki, məsələn biraz yüngül məni cəzalandırardın, yüngül nəsə bir şey. Bütün eybi özündən görür. Bir zərrə Allaha etirazı yoxdur. Bir zərrə Allaha etirazı yoxdur. Diqqət edirsiniz. Çox böyük məsələdir bu məsələ. Deyirlər qədimdə bu abidlər ki var imiş, Yahudilərin də içində də Bəni İsrail bir abidlər ki var imiş. 40 il ibadətdən sonra qurbanı aparır səhraya. O zamanda da qurbanın qəbul olmağı bilirsiniz də o Habillə Qabil məsələsində. Göydən gərək şimşək çaxa, gəl oyunu məsələn yandıra, onun qurbanı qəbul olmuş. Bu aşkaraymış. Bu cür nə? 40 il ibadətdən sonra qurbanını aparır o səhraya, gözləyir ki, göydən bir şimşək gəlsin. 40 il ibadətdən sonra bu nə qədər gözləyir, qurbanı qəbul olunur. Göydən şimşək gəlir. Ondan sonra gəlir səcdəyə düşür, deyir ki, ilahi, bütün nöqsanlar özümdəndir. Sən bütün eyib və nöqsandan paksan. O zamanın deyir peyğəmbərinə Allah Taala vəhy eləyir ki, deyir get o bəndəmizə denən ki, bir dənə o cümləsi onun o 40 il ibadətindən üstündür. Bir cümlə. O bir dənə o cümləsi o 40 il ibadətindən üstündür. Əgər insan bütün eyib və nöqsanı bu zikri adam ona görə Həzrəti Yunus əleyhissalam balığın qarnında bir dəfə dedi ha. Amma adi insanlara görə o qədər çox deyək ki, nəfsi o hala düşər. Nəfsi o hala ki, doğrudan da Subhanəkə inni kuntu minəz zalimin. Sən bütün eyib və nöqsandan paksan. Bir zərrə qəlbində ona etiraz yoxdur. Mənəm özümə zülm elədim. İnni kuntu minəz zalimin. Mən oldum zalimlərdən. Belə olan halda Allah nicat verdi. Əgər o halı insana gəlsə, Allahın xüsusi rəhməti insanın halına şamil olur ki, insan özü qəlbində dərk edir ki, günahları bağışlanır.